Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Aparıcı Elgiz Əkbər Elgizlə izlə verilişində yardıma ehtiyacı olan şəxsin halı pisləşib. Baku Postaz axşamaza istinadla xəbər verir ki, divanda əyləşən Ramil adlı şəxsin özünü yerə atmasına Elgiz isə fərqli reaksiya verib. Bu artıq artistlik edir. Belə şeylər etmə, xoşlamıram. Onu gedib başqa efirlərdə edərsən. Mən istəmirəm, lazım deyil, xahiş edirəm. Dur, əyləş, sənə təklifimiz var, insanıq. Belə şeylər olur. İndi sənə dərman və su gətirəcəklər, içib sakitləşərsən. Verilişlərdə təzə çıxıb, biri ora, biri bura yıxılır. Mən belə şeydən acığım gəlir. Müğənnilər də həmçinin gedib gəlib yerə yıxılırlar. Güya ayaqları sürüşüb. Hə, böyük şey olub. Qonaq olan şəxs isə halının pis olduğunu deyib.